Salam doktor. Xoş gəlmisən. Xoşunuza götürün. Hə, danış görək nə olub baxın. Kulağımda biraz zəif eşitmə hissi. Çox həkimlərə getdim, Azərbaycanda getmədiyim həkim qalmadı. Məsələn, hansı həkimlərə getmisən? Lor Hospitalın özündə olmuşam. İllər öncə. Bəli. Sonra Respublika xəstəxanasında olmuşam. 4 nömrəli xəstəxanada olmuşam. Getmişəm axırıncı dəfə. O da dərman zad tökdü, biraz cingilti yarandı. Biraz bilmirəm ondan oldu. Nədən oldu? Və müalicəni saxladım. İndi deməli sən o həkimlərə qulaqla bağlı müraciət eləmisən də. İndi onlar sənə konkret o müalicə apardılar, aparmadılar, nə dedilər, nə demədilər, bunun çıxış yolu necədir, dərmanlıqdır, nəlikdir, nə olur, necə olur? İndiyə kimi müəyyən etaplardan müalicə aparırdılar, dərman zad. Dərman yolu ilə, hə. Bir dəfə də masaj seyredilməmsə qulaqla. Aha. Yəni tarixinə baxsam, deyəsən 1 ildir daha, 1 ildir. Yenidən Lor Hospitala gəldim. Aha. Yəni də otoskleroz diaqnozu qoyuldu. Lor Hospitalda. Ha, orada əməliyyat olundu. Bəli. Deməli səndə problem bir qulaqda idi də, ya o bir qulaqda da var. Əslində o biri qulaqda cüzi eşitmə var. Elə ikisində də eyni səviyyə idi, yəni əməliyyatda deyildi. Əməliyyatda deyildi. O əməliyyatı eləməkdə məqsəd nə idi? Eşitmənin tam bərpa edildi. Bərpa eləməkdə. Bəs indi o necə oldu? Bərpa olunmadı ya? Eşitmədən sonra... Ya olundu bərpa, sonra təzədən sıradan çıxdı. Əməliyyat olunduğun, əməliyyatdan sonra, əməliyyatdan əvvəlkindən heç bir fərq eləmədi eşitmə. Deməli, qulaq as, qardaş. İndi bu audiogramla otoskleroz ha vaxt təsdiq olundu ki, səndə otosklerozdur. Sən mənim suallarıma xahiş edirəm cavab ver də. Bu otoskleroz diaqnozunu sənə hansı ha vaxt qoydular? 5 il əvvəl, 10 il əvvəl, ya bu son vaxtda qoydular? Son vaxtda, 2 il əvvəl. 2 il əvvəl, ona qədər otoskleroz diaqnozu qoymayıb. Sən qərarı ha vaxt verdin, əməliyyata qərarı ha vaxt verdin? Əməliyyata qərarı 1 il əvvəl. Eləməkdə məqsədi nə idi? Yəni eşitməyi düzəltməyə bərpa eləmək idi də. Və sən sonra sual vermədin ki, niyə mən bu alınmadı, niyə görə yenə eşitdim? Sual verdim, deyil düzələcək. Deməli, 1 ay sonra test elədik. Eyni səviyyə oldu əvvəlkindən, baxdım. Eyni səviyyədə. 1 ay 10 gün sonra təxminən birdən telefonu belə təsadüfən qulaq tərəfimə tutanda səs mahnıda. Gördüm, eşitmirəm. Əvvəl inanmadım. Əməliyyatdan 1 ay sonra? Təxminən 1 ay 10 gün. Və getdim həkimin yanına, dedim belə-belə, mən bu qulağım eşitmir. Bəli. Dedi, yox, ola bilməz, audiometriyaya getdim, audiometriyadan alınmadı. Dedi, bir yerdə 10-15 gün gecikdi. Bir yerdən sonra dəqiq oldu ki, yəni eşitmir. Eşitmə 4-cü dərəcəyə gəlib çıxır. Yox, o nə dedi o? Sinir zədələnməsi var, dedi. BR testində bəli, BR-da görsədir ki, nevrosensördur. Plusda ki, orada da bəlli oldu ki, qulaq pərdəsi perforasiyadır. O nevrosensor olmağı, indi bilmirəm, elə baxmamışam sənədlərə. Əgər o nevrosensor orada yaranıbsa, o əməliyyatdan qabaq o səndə yox idi də, nevrosenzorda. Özdə küy də yox idi. İndi əməliyyatdan sonra əgər o pərdənin yırtığını qoyaq bir yana, indi o da olmasaydı daha yaxşı olardı. Əgər nevrosenzor yaranıbsa, bu sırf əməliyyat nəticəsində yaranan fəsaddır. Kimi qəbul edirəm mən. İndi elə ki, baxmamışam. İndi baxandan sonra bunları mən məcburam sənə hər şeyi deyəm ki, sən can yiyəsisən. Yəni, sən bilməlisən ki, hansı halda nə olub və hansı halda yenə də çıxış yolu varmı, yoxmu, bunların hamısını bilməlisən. Deməli, sonra bəs o ikinci dəfə niyə görə əməliyyat olundu? İkinci dəfədə qulaq pərdəsinin perforasiyasını. Yaxşı, o perforasiya eləməkdən nə məqsəd var idi ki, əgər nevrosenzor dəqiqləşmişdi ki, nevrosenzor səndə... Qulaq pərdəsi yırtıqda. Yox, yırtıq eləməklə eşitməyəcəksən axı sən yenə də. Çünki nevrosenzor səndə var. Həm də dedi ki, protezədə baxmaq. Yox, audiogramma göstərirsə, nevrosenzordursa, o protezlik bir şey yoxdur, o eşitmə sinirinin özünün zədələnməsindən gedir söhbət. Başa düşürsənmi? Yəni, indi onu mən sən həkim deyilsən də, dəqiq başa sala bilmirəm. Daha doğrusu başa salmaq, o protez qoyulanda onun qoyma tələblər var. O gərək elə şəraitdə qoyulsun ki, o artıq o səsi yayan, o sinir qəbul edən orqan var. Ora ziyan dəyməsin. O protez kobud qoyulanda
lap o düzdə qoyulmuş olsa, artıq kobud qoyulma nəticəsində neyrosenzor alınırsa, orada heç bir kömək eləmək mümkün olmur. Bax, belə bu. Deməli, pərdəni ikinci dəfə əməliyyat yaxşı elədilər. Pərdə nə oldu? Bərpa olundu. Üstündən 200 saat keçdi, təzədən getdim ki, yenə həmən şeydir. Deyil, yenə əməliyyat eləyəcək. Mən sanırım ki, yenə də əməliyyat nəyə əməliyyatını eləmək? Yenə də qulaq pərdəsi. Pərdəsini. Ancaq eşitməkdən isə heç bir söhbət getmir. Davcıq bu dəfə deyir, eşitmə deyir, düzəlməyəcək. Düzəlməyəcək. Vəziyyətin bu yaranması yol verilməz bir haldır. Yəni, bu gərək belə olmayırdı. O otoskleroz xəstəliyi elə xəstəlikdir ki, onu mütəxəssis eləsə, çox nadir hallar var ki, orada anomaliyalar olur, nə bilim, yəni o sinirin özünün sallanması olur. Belə hallarda əməliyyatın uğursuz olur. Ancaq tipik bir hal olduqda hamısı 99-100% sağalma ilə olunmalıdır. İlkin olaraq sənin bu məlumatın artıq mənə çox şey aydınlaşdırdı ki, burada çox ciddi məsələdir və bu məsələnin də yaranmasında çox güman ki, yatragen deyirlər, əməliyyatın fəsadları yer tutur və bu da əlbəttə yaxşı olardı ki, bu məsələ ilə öz müalicə həkimi ilə yenə də görüşərdi. Mən də öz rəyimi verəcəm, yazıb verəcəm. Yenə də öz həkimimizlə görüşüm, bəlkə o doğrudan elə bir yeni bir şey deyə bilərik. Bərpası üçün, nə üçün? Ancaq bura kim yönəltdi sənə? Bura sözümüzü internetdən baxdı. O həkimlər demədi ki, haradasa bəlkə kömək eləyə bilərlər, yaxınlarsa. Bir adam demədi. İnternetdə baxdım, bir də Respublika xəstəxanasında. Mən orada 50 üçün də müraciət etmək istəyirdim, 50-yə düz yanır. Gəlməyəcək o 50-yə. Orada həkim var. Ona dedim ki, mən Rıza İbrahim'in yanına gedəcəm, professor. O da dedi ki, git. Yaxşı, bəs bu Lor Hospital'dakılar özləri səni istiqamətləndirmədi ki, bəs bu bəlkə başqa bir həkim baxıb, burada nəsə deyər, nəsə məsləhət deyər. Onlar demədilər sənə bir şey. Onlar kimin istiqamətləri? Həkimin özünün yanına gedirəm mən. Ya gəlib var rəhbərliyi ilə görüşəm ki, bu günə düşür. Bəs rəhbərliyi ilə görüşməyə ixtiyarın var da, qardaş. Sən burada bu invalid halına düşmüsən sən. Bir dəfə getdim, dedilər yoxdur da, xaricdə. Getdim, yanıma şey gördüm, onu da mən tanıyırdım. Sığortada işləyən qız gəlib ki, rəhbərlik var. Dedim, bu rəhbərdir, bu sığortada işləyən qızdır. Dedim, 10 gün mənə var edildi. 10 gün sonra gələcəkdi. Nəysə, qardaş, gəl, otur ələlik mən baxım, sonra o sənətlərlə də bir baxar görək orada. Nəsə orada ağla kəsən, nəsə varsa bir fikrimizi deyəksən, bu halı heç günə yaxşı hal deyil. O, ümumiyyətlə, o həkim mən tanımıram valla, o əməliyyat eləyib o, ümumiyyətlə, belə xəstəlikləri. Özü deyək ki, 1-2 nəfəri əməliyyat eləmişəm, belə olmuyor. Amma mən əsas o burun üzrə mütəxəssis deyil. Mən belə başa düşürəm o ki, bir söz var, dərlərim mən başımda özüm. Ola, düzü, sığortadan getdim ora, özünə çıxır. Bayramına görə də bu günə qaldım. İkinci dəfə də sığortadan getdi. Bəli. İndi bu sığorta sənin bütün bu dərdlərini ödəsin də. İndi ödənir axı, təbib atır icbarinin üstünə, icbari atır səhiyyənin üstünə. Səhiyyə deyil məhkəməyə gedir. Yəni görüləndirir hamısı. Ay yazıq, sən nə vəziyyətin? 4 qurbanın arasında qalmışam, nə olacaq? Ay yapalım. Səhiyyə nasıl deyil, təbib icbari quduz sığorta. Qardaş, bunların dördü ilə sən necə gedib orada? Başına açılır bu 4 turunla. Deməli, səhiyyəyə gedirsən, sonra hara gedirsən? Təbibə gedirsən. İcbari tibbi sığortaya. İcbari tibbi sığortaya. Lor Hospital'a. Bunlar da hamısı... Bir-birincisini atır, o devroloji, Türkçəli ortada bir şey yok. Ben bir an ne, şu niye Ayıp başlayın. Sənlə orada protez qoydular, teflon qoydu protez qoydular. Protokolunu götürmüşəm. Bax, onu işləyirsən. Solda işləyirəm. İndi belə. Yox. Belə. Burada işləyirsən. Yox. İndi bilirsən, sən indi bizdən nə istəyirsən, qardaş, hə? Mən istəyirəm ki, yəni bu sahə istəyirəm ki, bunun neyinəmək olar?
sağ qulaqda ölü qulaq deyirlər. Yəni orada senzonevral da deyil. Yəni orada səndə o əməliyyatdan sonra öymə qusma halı zad olmuşdu. Əməliyyatdan dərhal sonra Olmuşdu. 200 gün Ay sağ ol. həmən günü çox pis idi. Ay, sağ ol. Əməliyyatdan çıxanda çox pis. Uca o labirint əlamətləri idi. Baş gücələnmə, müvazinət itirmə falan. Hayat ondan sən də sən. Bu nə var? Bu kişinin oğlu bu əməliyyatı. Ölü qulaq. Nəsə ilkin olaraq otoskleroza da mənim şübhəm var ya burada. İndi qulaq as. Əgər sən məndən hər hansı bir köməklik istəyirsənsə, gəlmisən də ona görə. Düz deyil, köməkliyə görə, hə? Bu Azərbaycanda son sizsiz, yəni başqa mən tanımıram belə mütəxəssis. bir şey görməmişdən qabaq götür-qoy eləmək lazımdır. Yəni indi 21-ci əsrdir, internet zamanəsidir, kompüter zamanəsidir. Axtarış eləyib, fikir bilib, sonra gedib o həkimə demək lazımdır ki, qardaş, sən gəl, mən inanmı doğrudur ki, tutardı getdi. Şurasıdır, orada yazır da, bunun haqqda yazanda, hamısı da uzmandır. Nesillə var ki, dəyişərlər, Türkiyəyə vardı da olur uzman. 20 ildə stajı var, adam allanır bu şeyləri. Bu ki, uzman boş şey qadamız. İndi onların içərisində yəqin bacarlı həkimlər də var, nə də var, onlarla işimiz yoxdur. Sən deyən o həkimi o adla o əməliyyatı eləyibsə, vallahi o bir qara qəpik onun gördüyü işin qiyməti yoxdur. Mən bunu elə indidən deyə bilərəm. Gəl belə eləyək, ya, bunu audiogrammanı lazımi dərəcədə eləyirsən, gətirirsən, bu söhbətin davamı da səni nə maraqlandıracaq, mən hamısını sənə bir-bir deyəcəm. Oldu mu?